qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Kiber cinayətkarlar da bu illər ərzində kifayət qədər ixtisaslaşıblar. Ümumiyyətlə vətəndaşları aldatmaq bu qədərmi asandır? Bəli, onları daha tez inandırmaq mümkündür. Özünüz ümumiyyətlə kiber təhlükəyə məruz qalmısınız yoxsa yox? Buna iki cür cavab vermək olar. Bunun asan cavabı odur ki, yox. Yox dediyim andaca bəlkə də hal-hazırda mən hansı bir kiber hücumun bir parçasıyam. Sosial media hesablarımızın təhlükəsizliyi də vacib məsələdir. Bunun üçün hansı qaydalara əməl etməliyik? Öz sevincli günlərimizi orada öz dostlarımızla paylaşırıq və şəxsi fotolar, bəli, ailə fotoları, bu cür fotoların paylaşılmasına mütləq şəkildə diqqət etməliyik. Bu necə mümkündür ki, tutaq ki, bank nömrələrindən istifadə olunur? Müraciətlərin sayı vurğuladığımız kimi gün-gündən artır deməyə, yəni kifayət qədər artım müşahidə olunur. Son 3 aya götürsək biz 50-dən yuxarı demək olar ki, müraciət daxil olur vətəndaşlardan, fraudlaşıq halları ilə bağlı müraciətlər daxil olur. Hər vaxtınız xeyir olsun, əziz Asan TV izləyiciləri və bizi Asan Radioda dinləyənlər. Aparıcınız mənəm Elvin Dəmirli. Sosial media hesablarımızı ekranda görürsünüz. Abunə olub gündəm xəbərlərindən, maraqlı məlumatlardan xəbərdar ola bilərsiniz. Qəbuldasanın bu dəvəki qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyevdir. Xoş gəlmisiniz Elvin. Xoş gördük Elvin bəy. Təşəkkür edirəm gəldiyiniz üçün. Keçək suallarımıza. Deməli, ilk sualımız odur ki, xidmətin əsas fəaliyyət istiqamətləri nələrdən ibarət? Öncəliklə öz təşəkkürümü bildirmək istəyirəm belə bir maraqlı mövzuya toxunduğunuz üçün, gündəmdə olan mövzuya toxunduğunuz üçün. Elektron Təhlükəsizlik Xidmətinin bir sıra əsas fəaliyyət istiqamətləri var ki, bunlardan ən öndə gələni ölkədə kiber təhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin koordinasiyasını həyata keçirilir. Bununla yanaşı bir çox prioritet istiqamətlərimiz var ki, onlarla bağlı mən bunu vurğulamaq istərdim ki, ölkəni hədəf alan kiber təhlükələrlə bağlı məlumatlandırmanı həyata keçirilir. Həmçinin informasiya sistemlərinin və proqram təminatlarının, həmçinin informasiya təhlükəsizliyi ilə bağlı ola biləcək insidentlərlə bağlı vətəndaşlarda olan məlumatların toplanılması, zərərli proqram təminatları və kiber hücumlar barəsində vətəndaşlardan əldə etdiyimiz məlumatların toplanılması, həmçinin proqram təminatı və informasiya sistemlərinin vendorları tərəfindən ola biləcək təhlükəsizlik boşluqları barədə məlumatların toplanılması və onların təhlilini həyata keçirilməsini biz icra edirik. Ölkədə ola biləcək mövcud və yarana biləcək təhlükələr barəsində məlumatlandırmanı həyata keçiririk. Bununla yanaşı yayılması qadağan edilən informasiya ehtiyatlarında, internet informasiya ehtiyatlarında yayılmasına bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmasını biz nəzarətlə həyata keçiririk. Həmçinin fərdi məlumatların toplanılması, saxlanılması ilə bağlı hüquqi və fərdi şəxslərdə Azərbaycan Respublikasında fərdi məlumatlar haqqında qanunların tələblərinin icra edilməsini tələb edirik və s. Bu istiqamətdə geniş bir fəaliyyət istiqamətlərimiz mövcuddur və aidiyyatlı dövlət qurumlarından da bu sahədə sıx əməkdaşlığımız davam etdirilir. Daha ətraflı növbəti suallarda danışaq. Deməli, kiber təhdidlər barədə danışmaq istəyirəm. Kiber təhdidlər nədir? Ümumiyyətlə, əsasən hansı sahədə daha çox müşahidə edilir? Kiber təhdidləri ümumi anlayış kimi versək, əsasən belə deyim, texniki boşluqlardan istifadə edilməklə və yaxud da ki, informasiya təhlükəsizliyi tələblərinə riayət etmədikdə zərərverici şəxslər tərəfindən və yaxud da zərərverici proqram təminatları vasitəsilə sistem fəaliyyətinin normal fəaliyyət istiqamətindən çıxarılması və dayandırılığının itirilməsinə gətirib çıxarda biləcək hər hansı bir prosesləri biz göstərə bilərik. Kiber təhdidləri misal olaraq bir çox təhdidləri nümunə çəkə bilərik, amma aktual olanları var ki, bunlarla bağlı maliyyə fırıldaqçılıqları var, müəyyən qədər sistem fəaliyyətinin dayanmaları gətirib çıxarda biləcək müəyyən təhdidlər var, məlumatların oğurlanmasından bağlı ciddi təhdidlər var ki, bunları biz misal göstərə bilərik. Daha çox hansı sahələrdə deyəndə əsas elə bu sahələr sayılır da, maliyyə falan. Biz əslində qalsa bunu müəyyən qədər bizim rastlaşdığımız bu illər ərzində ən çox sorğu edilən məlumatlar əsasında formalaşdıraraq deyə bilərik ki, əsasən maliyyə sektorunda ola biləcək fırıldaqçılıq təhdidləri daha çox artmaqdadır. Yəni bunu hər bir vətəndaşa siz soruşsanız informasiya təhlükəsizliyi ilə bağlı ilk verəcəkləri məlumat ondan ibarət olacaq ki, bank sektorunda, maliyyə məsələlərində kifayət qədər ciddi dələduzluq və fırıldaqçılıq halları müşahidə olunmaqdadır və elektron təhlükəsizlik xidməti olaraq da biz də bununla bağlı vətəndaşlardan çox saylı müraciətlər əldə etmiş oluruq və paralelində texniki
nasazlıqlar, texniki boşluqlar səbəbindən baş verə biləcək informasiya sistemlərində və şəbəkələrində olan insidentləri biz nümunə göstərə bilərik ki, bununla bağlı müəyyən qədər kiber təhdidlər artmaqdadır ölkə üzrə. Və sair fərdi məlumatlar da buna daxildir. Fərdi məlumatların oğurlanması, hər hansı bir veb səhifələrin deface olunması, kənar məlumatların orada yerləşdirilməsi kimi kiber təhdidlərin də sayında artımlar müşahidə olunmaqdadır. Bir ara bu daha çox var idi ki, vətəndaşlar deyir ki, banklardan ya tutaq ki, istər müxtəlif şəxslər tərəfindən zənglər gəlir və alladılmalar olurdu. Bilmək istəyirəm ki, sizin xidmətə sırf bu alladılmalarla bağlı nə qədər müraciət daxil olub, bir rəqəm varmı? Tutaq ki, ötən ildə də demək olar və yaxud da bu son birinci rübüdə demək olar. Deməli, bununla bağlı daxil olmuş sorğulara biz əgər banklardan gələn sorğular əsasında formalaşdırsa və ya da vətəndaşlar sorğuları, buna müxtəlif statistik göstəricilərə malikdirlər. Bank sahəsindən daxil olan müraciətlərin əsas hissəsi phishing-la bağlıdır və saxta, aldadıcı ödəniş portalları ilə bağlı olan və saxta domen adları ilə bağlı olan sorğulardır ki, onlar vətəndaşların aldadılmasına yönəlik bir üsullar və vasitələr kimi bizə təqdim olunur və bank əməkdaşları və həmin sahədə informasiya və kiber təhlükəsizlik sahəsində işləyən peşəkarlar sayəsində həmin informasiya elektron təhlükəsizlik xidmətinə daxil olur və biz də aidiyyatı dövlət qurumları ilə birlikdə həmin domen adlarının, phishing ünvanlarının bloklanmasına həyata keçiririk ki, vətəndaşlara yönəlik hər hansı bir fırıldaqçılıq halları müşahidə olunmasın. Vətəndaşlardan daxil olan müraciətlərdə biraz statistik göstərici biraz acınacaqlıdır. Çünki belə deyim, son 3 aya götürsək biz 50-dən yuxarı demək olar ki, müraciət daxil olur vətəndaşlardan. Fırıldaqçılıq halları ilə bağlı müraciətlər daxil olur elektron təhlükəsizlik xidmətinə. Təbii ki, bunların arxasında bir dələduzluq və maliyyə fırıldaqçılığını icra edən kiber cinayətkarlar vardır ki, onlarla da bağlı biz aidiyyəti dövlət qurumlarla birgə əməkdaşlıq səviyyəsində bu məlumat paylaşımını həyata keçiririk ki, vətəndaşa yönəlik hər hansı bir müsbət nəticələr əldə edilmiş olsun. O qarşı tərəf daha çox ölkə daxilindəndir yoxsa ölkə xaricindən? Artıq onun forması və müxtəlifliyi çox rəngarəngdir kiber hücumların. Əvvəllər məsələn bu rəqəmsallaşmanın vüsət almadığı bir dövrdə kiber cinayətkarlıq da o dərəcədə geniş inkişaf eləməmişdi. Hal-hazırda kiber cinayətkarlıq özlərini maskalanmaq, özlərini gizli saxlamaq üçün bir çox yüksək texnoloji həllərdən istifadə edir və o zaman siz həmin kiber cinayətkarları aşkarlamaq üçün texnoloji vasitələr bəzən onların funksional imkanları kifayət eləmir ki, onu anındaca və vaxtında aşkarlaya biləsiniz və kiber cinayətkarlar da bu illər ərzində kifayət qədər ixtisaslaşıblar və mütəxəssislik səviyyələri günü-gündən artmaqdadır. Ona görə onlar çox yaxşı maskalanmaq imkanları əldə ediblər və bunların bəziləri az bir qismi, cüzi bir qismi ölkədə aşkarlana biləndir, amma digərlərinin böyük əksəriyyəti ölkə xarici IP ünvanlardan, yəni internet ünvanlarından istifadə etməkdə kiber cinayətkarlıq niyyətlərini həyata keçirilir. Son zamanlarda bu süni intellektlə düzəldilmə səslər olur və yaxud da ki, öz yaxın bir ailə üzvü tərəfindən. Ümumiyyətlə vətəndaşları aldatmaq bu qədərmi asandır? Vətəndaşları bu qədər aldatmaq asandır sualı biraz ümumi olduğu üçün mən bunu bir hissələrə bölmək istəyərdim. Məsələn, olar ki, vətəndaşları aldatmaq üçün əgər vətəndaşın psixoloji durumu kifayət qədər möhkəm deyilsə, dayanıqlı deyilsə, bəli, onları daha tez inandırmaq mümkündür. Məsələn, aldadıcı zənglərlə bağlı bəzi insanların öz maliyyə hesablarına qarşı olan həssaslığı, maliyyə etkisinə qarşı ola biləcək o tələskənlikləri onları yoldan çıxartmağa daha tezliklə həyata keçirmiş olurlar. Bir də var vətəndaşların öz informasiya və kiber təhlükəsizliyinə laqeyd yanaşmalar. Yəni bu fonda da müəyyən qədər boşluqlar olmuş olur ki, kiber cinayətkarlar ondan kifayət qədər mütəxəssis səviyyəsində istifadə edə bilirlər. Nəyə diqqət eləsinlər vətəndaşlar qısaca deyə? Bu da biraz geniş sualdır. Çalışacağam lakonik olaraq cavablandırım. Banklar tərəfindən kifayət qədər vətəndaşların maliyyə hesablarının qorunması üçün daxili infrastrukturda ciddi addımlar atılmaqdadır. Burada həm belə deyim, kiber təhlükələrə qarşı dayanıqlığın təmin edilməsi üçün, mühafizənin təmin edilməsi üçün istifadə olunan avadanlıqlar, sistemlər və s. Bunlar beynəlxalq standartların tələblərinə irəli gələrək yüksək yetkinlik səviyyəsinə tətbiq edilməkdədir. Və bir iş qalır ki, vətəndaşın hesabı onu özünə təqdim edilir və bu hesab ona təqdim edildiyi zaman onun informasiya təhlükəsi ilə bağlı müəyyən tələblər onun diqqətinə çatdırılır. Və o maliyyə hesabını əldə etdikdən sonra rəqəmsallaşmanın verdiyi bir asan
asanlıq nəticəsində onun mobil telefonunda istifadə edir və s. Və vətəndaşdan tələb olunan ən ümdə tələblərdən biri odur ki, bank hesablarının heç kimlə paylaşılmamasıdır və həmin o kartının ki, telefona əlavə edilməsi və orada bir avtomatlaşdırmada rahatçılığın əldə edilməsi həmçinin kiber cinayətkarlığa müəyyən qədər bir vasitə yaradır ki, onun şərait yaradır ki, onun maliyyə hesablarına əlçatanlıq təmin edilsin və bu fonda istifadə etdikləri bank hesablarını hansı cihazdan, IT cihazlarından istifadə edirsə, mütləq şəkildə onun təhlükəsi təmin edilməlidir. Bu mobil telefon ola bilər, hər hansı bir notebook ola bilər, planşet ola bilər və burada da ən vacib elementlərdən biri nədir? Həmin əməliyyat sistemlərinin mütləq şəkildə ən son yenilənmələrlə təmin edilməsi. Antivirus proqram təminatlarından istifadə olunmasıdır. Bank hesablarına giriş üçün belə deyim, qəliz və unikal şifrələrdən istifadə olunmalıdır və hətta bu dəqiqə müxtəlif bank hesablarında 2 faktorlu autentikasiya, yəni ikinci faktor təsdiq etmədə tətbiq olunur ki, bunun da tətbiq olunması mütləq şəkildə təmin edilməlidir. Və digər məqamlar da var. Bu phishinglə bağlı ola biləcək, onlar maarifləndirici təlimlər ola bilər, keçə bilərlər bu internet ehtiyatlarında, yəni YouTube-da kifayət qədər çoxdur, baxa bilərlər ki, bunun üçün nə etməlidirlər. Phishing linklərini ayırd etmək bir qabiliyyətlərinə malik olmalıdırlar. Bunun üçün bir araşdırma və oxumaq lazımdır və s. Maraqlıdır ki, sizin özünüz ümumiyyətlə kiber təhlükəyə məruz qalmısınız yoxsa yox? Əslində qalsa buna iki cür cavab vermək olar. Bunun asan cavabı odur ki, yox. Yəni yox dediyim nəyi nəzərdə tuturam? Təbii ki, kiber cinayətkarlığın, kiber təhdidlərinin artdığı bir dövrdə kiber təhlükəsizlik mütəxəssislərinin özləri də bu cür hücumlara məruz qalırlar. Məsələn, bunları biz elektron poçt ünvanından istifadə edirik, hər dəfə ora daxil olan phishinglər bizim rastlaşırıq və yaxud da ki, SMS smishing deyirik, biz onlar bizə daxil olur və s. Və burada biz onunla rastlaşmağımız, amma müəyyən bir çeviklik, müəyyən bir alətlərdən istifadə etməklə, müəyyən bir təcrübədən istifadə etməklə biz onun nəticəsini aradan qaldırmış oluruq və ona preventiv addımların nə olduğunu bilirik. Bu baxımdan mən yox deyə bilərəm. Amma qəliz hissəsi odur ki, yox dediyim andaca bəlkə də hal-hazırda mən hansı bir kiber hücumun bir parçasıyam, ondan məlumatlı deyiləm. Buna da biz hədəflənmiş hücumlar deyirik və bu hücumlar elə asanlığını özünü büruzə vermir. Buna bir müddət lazımdır, müəyyən bir şəxslər haqqında məlumatların toplanılması və həmin o kiber cinayətkarlar ya vətəndaşın, ya sistemin, ya korporativ idarə etmə sistemlərində ola biləcək hər hansı bir boşluqdan istifadə edərək anlıca müdaxilə edirlər. Ona görə biz hal-hazırda kiber bir hücumun tərkib hissəsiyikmi, onu cavablandırmaq belə çətindir. Amma bu dövrə qədər hələ ki o cür hücumdan üz-üzə qalmamışam. İndiyə qədər bu yaxın dəqiqələrdə siz danışdınız. Bir daha sual vermək istəyirəm, konkretləşdirmək istəyirəm ki, xidmət kiber təhlükəsizliyin qorunması üçün konkret olaraq hansı işlər görür? Xidmətin fəaliyyət istiqamətləri vurğuladığım kimi biraz genişdir və bunun ən kiber təhlükəsizlik sahəsində vətəndaşların maarifləndirilməsi məsələsi var ki, bu da bizim ən öndə gedən fəaliyyətlərimizdən biridir və son 2 il ərzində mən bu statistikanı verə bilərəm ki, artıq 42 minə yaxın vətəndaşın maarifləndirilməsi həyata keçirilir. Yəni buna həm məktəblər, həm dövlət qurumları, həm özəl sektor və biz o kiber təhlükəsizliyə qarşı, o hücumlara qarşı müəyyən preventiv addımların atılması ilə bağlı ola biləcək zəruri tədbirlər haqqında danışırıq, mövcud təhlükələr barəsində məlumat verir və maarifləndirilməsi üçün zəruri olan bütün istiqamətləri biz orada ələ alırıq. Bununla yanaşı Koroğlu nəqliyyat mübadilə sistemində, həmçinin Heydər Əliyev beynəlxalq aeroportda, həmçinin Azərpoçtun bir sıra poçt məntəqələrində kiber təhlükəsizliklə bağlı maarifləndirmə üsulları paylaşılmaqdadır və həmçinin elektron təhlükəsizlik xidmətinin sosial media hesablarında biz bununla vaxtaşırı paylaşımlar edirik. Həm sistemlərdə hədəf ala biləcək, sistemlərdə ola biləcək boşluqlar barəsində ora geniş məlumatlar daxil edilir. Bununla yanaşı maarifləndirmə ilə yanaşı paralel olaraq bildiyiniz kimi Cənab Prezidentin 2023-2027-ci illər ərzində Azərbaycan Respublikasının informasiya təhlükəsinin gücləndirilməsinə bağlı bir strategiyası var və orada bir sıra prioritet istiqamətlər elektron təhlükəsizlik xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır və biz buna elektron təhlükəsizlik xidmətinin gücləndirilməsi baxımından orada bir silsilə tədbirlər var ki, kompleks tədbirlər var ki, hal-hazırda xidmət onunla bağlı öz texniki infrastrukturunun və funksional fəaliyyətinin təkmilləşdirilməsinə bağlı ciddi addımlar atmaqdadır.
Bir sıra bu kompleks tədbirlər içərisində də bunu da deyə bilərəm ki, məsələn biz bir neçə sahələrdə kiber təhdidlərin artdığını müşahidə edirik. Bununla bağlı maliyyə sektorunu göstərə bilərik, təhsil sistemini göstərə bilərik, səhiyyəni göstərə bilərik və s. Və dünyada da bu formada kiber təhdidlər müxtəlif sahələrdə artmaqdadır. Və bununla bağlı elektron təhlükəsizlik xidməti tərəfindən də sahəvi sertlərin yaradılmasının aktuallığı göstərilmişdi. Hal-hazırda bununla da bağlı müəyyən bir araşdırmalar aparılır və ölkə üzrə sahəvi sertlərin yaradılması da prioritet istiqamətlərdən biridir. Təşəkkür edirəm. Biz qısa aradan sonra davam edəcəyik. Bir daha xatırladım ki, qəbulda sənin qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyevdir. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qaldığımız yerdən davam edirik. Bir daha xatırladım ki, qəbuldasanın qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyevdir. Elvin müəllim, sosial media hesablarımızın təhlükəsizliyi də vacib məsələdir. Bunun üçün hansı qaydalara əməl etməliyik? Doğrudur. Sosial media hesablarımızın da təhlükəsizliyi kifayət qədər önəmli mövzulardan biridir. Çünki hal-hazırda biz öz həyatımızı sosial media hesabı olmadan təsəvvür edə bilmirik. Orada müəyyən məlumatları əldə edirik və müəyyən məlumatları orada paylaşırıq və öz sevincli günlərimizi orada öz dostlarımızla paylaşırıq və şəxsi fotolar, bəli, ailə fotoları, öz bəzən videolar paylaşdığımız zaman səsimizin də orada əks olunduğu görsənilir və burada bir deepfake texnologiyası var ki, bundan siz də bayaqları vurğuladınız, səhv eləmirəmsə, deepfake ilə bağlı kifayət qədər narahatçılıqlar var dünyada. Və biz bir anda rəqəmsallaşmanın verdiyi bir rahatçılığın içərisində müəyyən bir o şəkil paylaşımları, öz xoşbəxt hisslərimizin büruzə verilməsi üçün bir platformalarda özümüzü nə qədər rahat hiss ediriksə, bir o qədər də özümüzü təhlükəyə qoymuş oluruq. Yəni misal üçün verə bilərəm, bu təbii ki, nümunələrdir, praktikada bunu müxtəlif, daha professional şəkildə tətbiqi həyata keçirilir. Məsələn, bizim hər hansı bir videonu qoyduğumuz zaman hər hansı bir səsimizin orada istifadəsi ola bilər və yaxud da uşağın hər hansı bir səsindən istifadəsi ola bilər. Və bu cür informasiyalar, dediyim kimi, o bədniyyətli şəxslərin əlinə keçdiyi zaman artıq süni intellektin verdiyi bir belə geniş bir funksional imkanları var. Və o səslərdən istifadə edilərək onu ardıcıl olaraq mətn üzərinə oxuturaraq sizin öz doğmanızın bir səsindən hər hansı bir mətni sizə telefonda oxutura bilərlər və burada hər bir vətəndaş o dərəcədə informasiya və kiber təhlükəsizliyi barəsində məlumatlı olmadığı üçün bu kifayət qədər təhlükəyə gətirib çıxara bilər. Çünki psixoloji durumları hər vətəndaşda eyni cür deyil. Bəzilərində dayanıqlıdır, bəzilərində dayanıqsızdır və bu onları özündən çıxarda bilər və ani reaksiyalara səbəb ola bilər. Və buna görə bu cür fotoların paylaşılmasına mütləq şəkildə diqqət etməliyik və yaxud da ki, sosial media hesablarında veriləcək təhlükəsizliyin qorunması ilə bağlı müəyyən onlar da funksional imkanlar əlavə edirlər ki, yəni bu cür halların qarşısı alınmasın. Bəlkə də orada bizim private, şəxsi dediyimiz bir qrup yaradılması mümkün ola bilər ki, orada sırf sizin doğmalarınız ola bilər. Yəni kənar şəxslərin oraya girişini limitləyə bilərsiniz. Həmçinin sosial media hesabına giriş etdiyiniz zaman şifrə təhlükəsizliyinə riayət etməlisiniz. 2 faktor elementlərdən istifadə etməlisiniz autentikasiyanı keçmək üçün. Və digər bir məsələ həmin sosial media hesablarına bağladığınız e-mail və telefon nömrələri, siz bunun da təhlükəsizliyi barəsində fikirləşməlisiniz. Yəni əgər daxil olduğunuz e-mail ünvanı hansı ki, siz bundan artıq sosial şəbəkədə qeydiyyatdan keçmisiniz, həmin o e-mail ünvanına daxil olacaq istifadəçi adı və şifrələr nə qədər bəsit olsa, həmin o hesabın ələ keçirilməsi vasitəsilə sizin sosial media hesabınız da artıq ələ keçirilmiş olur. Yəni buna görə burada kompleks təhlükəsizlik tədbirlərinə riayət olunması vətəndaşlardan tələb olunur. Biz fərdi məlumatlardan danışdıq. Fərdi məlumat deyiləndə ümumiyyətlə nələr nəzərdə tutulur? İndi biz danışdığımız məlumatlar yoxsa digərləri də? Belə deyim, fərdi məlumatlar dedikdə şəxsi birbaşa və ya doğası yolla identikləşdirməyə imkan yarada biləcək istənilən informasiyanı nəzərdə tutulur. Burada ola bilsin ki, sizin şəxsiyyət vəsiqəsinin fin nömrəsi ola bilər, telefon nömrəsi ola bilər, yaşadığınız ünvan ola bilər, sizi vizual olaraq şəkil formasında əgər siz identikləşdirmək ola bilərsə, bu informasiya aid ünvanlar ola bilər, telefon nömrələri ola bilər və s. Yəni bunların hər biri fərdi informasiya, fərdi məlumatlara daxil olan informasiyalar sayılır.
Tamam, biz belə deyək də müsahibənin əvvəlində toxunduq banklarla və bank fırıldaqçıları deyək də vətəndaşların aldadılması məsələsinə bağlı. Mən istəyirəm ki, yenə də qayıdaq bu məsələyə, çünki bununla bağlı dəfələrlə bizim medianın özünə də müraciət edənlər olur və dəfələrlə çəkilişlərdə də demək olar ki, müsahibələrdə belə hallar baş verir ki, kimlərsə yığır bank adına. Ümumiyyətlə bu necə mümkündür ki, tutaq ki, bank nömrələrindən istifadə olunur və yaxud da səslər həmin əməkdaşların səslənir. Bu kimi hallarla bağlı müraciətlər olunur və ümumiyyətlə asandır mı bu eləmək? Əslində qalsa müraciətlərin sayı vurğuladığımız kimi gün-gündən artır deməyə, yəni kifayət qədər artım müşahidə olunur. Yəni çünki bank kartlarının əl çatanlığı və maliyyə vəsaitlərinin bu dərəcədə məsələn rəqəmsallaşması, keşdən keçid non-cashless ödənişlər artıq kiber cinayətkarlığa bir yol açmış. Onlar bir şərait yaratmış kimi görsənir. Nə qədər asandır vətəndaşları aldatmaq. Misal üçün burada bir çox məqamlar var ki, mən bunları səsləndirmək istəyirəm. Tutaq ki, məsələn alış-veriş etdiyimiz zaman bəzi kampaniyalar var ki, misal üçün nömrənizi və adınızı bizə verin, biz kampaniyalar haqqında sizə bildirişlər göndərək. Biz artıq məsələn alış-veriş mərkəzlərində artıq öz adımızı və telefon nömrəmizi vermiş oluruq. Və yaxud da ki, məsələn, bir çox kurslarda, sürücülük kursları olsun və s. olsun, qeydiyyatdan keçdiyimiz zaman müəyyən şəxsi məlumatlarımızı biz orada paylaşılmış oluruq. Və biz paylaşdığımız zaman onların necə saxlandığı ilə bağlı hər hansı bir güvəncəmiz yoxdur, məlumatımız yoxdur və biz üçün bu sadə bir proses gedir və biz paylaşdığımız məlumatı üçüncü tərəfdən kifayət qədər təhlükəsiz şəkildə qorunduğunu ehtimal edirik. Amma bəzi hallarda bu belə deyil. Yəni mən bayaq sual verdiniz ki, siz kiber təhdidlərlə üzləşmisinizmi? Mənə kifayət qədər, məsələn, bir alış-veriş dükanında buraxdığım nömrə mənə müxtəlif alış-veriş dükanlarından gələn zənglərə səbəb olur. Yəni bu o deməkdir ki, artıq sizə lazımsız, lüzumsuz yerlərdə o nömrələri buraxmaq lazım deyil və o bir şans açır, bir yol açır sizə zəng eləməyə və zəng elədikdən sonra sizi aldatma metodları müxtəlif olur. Bəziləri maliyyə sektorları üzərindən aldadılır, bəziləri deepfake vasitəsilə aldadılır və bundan mütləq qoruma imkanımız da yoxdur bizim. Və banklarda ola biləcək məlumat necə əldə olunur? Bu o demək deyil ki, banklar o məlumatları paylaşıblar və yaxud ki, bank sistemlərindən yayılmış məlumatlar bu elə deyil. Artıq hər bir vətəndaşın müəyyən bir banklarda bir hesabları var. Yəni istənilən zəng gəldiyi zaman onlar ümumən bir zəngdə məsələn üçün hər hansı bir bankın adını çəkirlər. Və təsadüfənmi deyim və yaxud da ki, necəsə olur, həmin bankın müştərisi olduğu zaman artıq o proses işlək bir vəziyyətə gəlir düşür. Təşəkkür edirəm. Sonuncu sualdır ki, şans var ki, məsələn, bizi izləyən və bizə baxanlara, eyni zamanda Asan Radio dinləyənlərə bir tövsiyə xarakterli və ümumiyyətlə nədə mütləq diqqətli olmaq lazımdır deyə bilərsiniz, bir şans var. Bəli, mən bunu istəyərdim və bu şansı mənə yaratdığınız üçün sizə çox təşəkkür edirəm. Mən ən əsas bildirmək istədiyim məsələ nədir? Bir şəxsiyyət vəsiqəsi və şəxsi məlumatlar. Bunun bizim üçün nə qədər dəyərli olduğunu biz anlamalıyıq. Yəni bu sadəcə bizi identikləşdirməyə xidmət edən məlumatlar deyil və bu məlumatların paylaşılması gələcəkdə bizim özümüzü təhlükəyə atmağımız deməkdir. Kart məlumatları, məsələn, bu dəqiqə onlayn ödənişlərlə bağlı ən çox rastlaşdığımız məsələlərdən biri nədir? Məsələn, kart hesabınızı bizə təqdim edin, biz sonra pulu köçürürük və yaxud da ki, nəqd olaraq ötürülməsi. Bu bir rahatçılıqdır, yəni maliyyə sektorunun bizə verdiyi bir rahatçılıqdır. Amma bu o demək deyil ki, siz WhatsApp üzərindən kartı şəklini çəkib göndərəsiniz. Yəni belə olmamalıdır. Ən azından kart nömrəsi göndərilə bilər. Orada məsələn onun aktiv olduğu vaxt, dövr, CVC kodlar deyil. Yəni yalnız o 16 rəqəmli kod göndərilə bilər. Yəni onun vasitəsilə ən azından orada riayət etsinlər buna. Kart məlumatlarına qarşı həssas olsunlar. Bankdan və yaxud da digər qurumlardan hər hansı birindən gəldən, zəngdən asılı olmayaraq kart məlumatları heç bir halda paylaşılmalı deyil. Mən daha çox bu kart məlumatlarının üzərində ona görə fokus oluram ki, daxil olan müraciətlərin böyük əksəriyyəti maliyyə fırıldaqçılığı ilə bağlıdır. Və ona görə bu məlumatlara kifayət qədər həssas olmaq lazımdır. Əgər daxil olunmuş zəng varsa hər hansı bir bankın adına mütləq şəkildə rəsmi səhifəsində olan nömrələrlə əlaqə saxlayıb bunu mütləq şəkildə dəqiqləşdirmək lazımdır. Gələn hər hansı bir kodda anidən həmin məlumatları nə olmaqdan asılı olmayaraq, hansı bir təhdid və qorxulu bir mesaj verməkdən asılı olmayaraq mütləq şəkildə rəsmi olaraq bankın özündən dəqiqləşdirdikdən sonra
əmin olmaq lazımdır ki, bu həqiqətən belədir yoxsa yox. Təşəkkür edirəm müəllim gəldiyiniz üçün. Düşünürəm ki, həm bizi dinləyənlərə, həm bizə baxanlar üçün faydalı məlumatlar ötürə bildik. Mən Çox sağ olun. təşəkkür edirəm, sağ olun. Təşəkkür edirik. Asan TV və Asan Radioda Qəbuldasanın qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev idi. Mən sizinlə növbəti görüşümüzə kimi sağollaşıram. Özünüzdən və sözünüzdən müğayət olun. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.